İndi isə sözü Qubadlı yurdunun tanınmış şairi, Borçalıları ürəkdən sevən, Azərbaycan Yazıcılar Birliyinin üzvü şair Elbrus Qayalıya sözü təqdim etmək istəyirəm. Buyurun. Salam, hər vaxtınız xeyir olsun, dəyərli dostlar. Bugün hər birimiz üçün çox gözəl bir gündür. Şair qardaşımızın Binəli Bayramın kitabının təqdimatına yarışmışıq və onu yubileyinə yarışmışıq. Şair qardaşım ilə ilk öncə təbrik edirəm, sənə yaradıcılıq uğurlar arzulayıram. Düzdür, kitab məndə təzədir, yəni tam oxuyub qutara bilməmişəm. Amma oxuduğum şeirlər həqiqətən türkçülüyə bu qədər önəm vermək, haqlı olaraq önəm vermək mənim diqqətimi çox cəlb elədi. Bu səs yoxdur. Və ona görə qardaş, mən sənə möhkəm sağlamlıq arzulayıram. İnsan həyatında sağlamlıq çox yüksəkdə duran. Müdürçülər deyir ki, 100 il xəstə yaşamaqdansa bir gün sağdan istərəm. Və başqa bir müdürç deyir ki, xəstə dövlətlidən isə sağlam dilənçi yaşır. Yəni bunları nəzərə alıb, sənə öncə möhkəm sağlamlıq arzulayıram və çoxlu yaradıcılıq arzulayıram. Sənin kitabların çıxsın və toplaşaq, onu qeyd edək hər zaman. Doğrudan da elə bu kitabda sənin türkçülüyə nə qədər önəm verdiyi mənim diqqətimi cəlb elədi. Səni yaradıcılıq uğurlar arzulayıram və burada bir şeirin diqqətimi cəlb elədi. Türk oğluyam mən, dahilə getirən elin oğluyam. Ruhumla, cismimlə ona bağlıyam. Şöhrət aranlıyam, həm də dağlıyam. Şair Binəliyəm, Türk oğluyam mən. Dünyanın sirrini açan olmadı, Zahan mülkü bəyə, xana qalmadı. Bəşər övladının gözü doymadı, Şair Binəliyəm, Türk oğluyam. Nə böhtan demədi, nə şərə uydu, haqqın, ədalətin yerində durdu, yanında durdu. Məhdişlə özmə bir qala qurdum, Şair Binəliyəm, Türk oğluyam mən. Borçalının sularından içmişəm, qəm kədəri ürəyimdən silmişəm. Var dövləti dostanışla bölmüşəm, Şair Binəliyəm, Türk oğluyam mən. Qardaş, doğrudan da Borçalı mahalı dahilə getirib. Rəhmətli Zərifxan Yaqub, burada sizin bir yeri vardı, sən bəlkə də canlansan, tanımarsan, Oruz Əlizadə. Demək olar ki, burada Borçalıların saqqalı idi, çox gözəl insanıdır, gözəl şair idi. Hər gün görüşürdük. Zərifxan Yaqub ən ağır vaxtlarında xəstə olanda demək olar ki, tez-tez həftədə bir dəfə, 2 dəfə gedib böyük şairimizlə görüşürdük. Onun ruhuna sevilsin ki, Borçalının bugün gözəl nümayəndəsinin gözəl məzisi keçirilir. Bir daha sən təbrik edirəm, sənə yaradıcılıq uğurlar